Sabah xeyir olsun değerli izleyicilerimiz. Yanvar ayının 15'idir ve yeniden gündemde olan Qızıl Dünən nə etdi? Dünən biz xəbərlərə səhər saatlarına 4601'ləri bay kimi qeyd etsək də xəbərlərə 5 dəqiqə qalmış, vacib xəbərdə 5 dəqiqə qalmış bu deyək ki, orderi yerini dəyişdi. Amma 4624'te olan satış əməliyyatları yerində qaldı və biz dedik ki, xəbər Amerikada çıxan xəbər bazara təsir göstərmədiyi üçün və 17:30'daki xəbər biz 18:00'dan sonra bazarın hərəkətə gəlməsini vurguladıq. Telegram siqnal kanalında istəsəz siz də qoşula bilərsiniz və qiymət təbii ki 4624'dən satış əməliyyatlarının 4600'lərə qədər gəldi. Bu ilkin deyək ki, hədəfi 24 doları bir enişlə nəticələndi. Bugün səhər saatlarında 51 dolara bir enişlə nəticələndi. Yəni bugün uşaqlar üçün, traderlər üçün, tələbələr üçün maraqlıdır. Təbii ki, uşaqlar deyək ki, biz Telegram siqnal kanalındakı uşaqlardan söhbət açırıq. Yəni enməsi və qalxması haqqında suallar verirlər. Gündəlik zaman intervalına, yəni D1 qrafikində 2 qat təpə yaranarsa qiymət kəskin olaraq 4540'lara, 4535'lərə qədər, hətta 30'lara qədər enməsi gözlənilir. Amma erkən alışlar hazırki vəziyyət üçün biz 4600'lərdən alışlar 4001-ci hədəfi 4605'lərə qədər olan hədəfi biz qeyd etdik Telegram siqnal kanalında və 4615, 4620, hətta 4630'lara qədər. Amma yəni qısa enişlər üçün biz hələ ki 4600 çox üzrəm, yəni 4580'ləri biz satış əməliyyatları üçün 4575'lərə, yəni 70'lərə qədər, hətta 60'lara qədər, 4960'lara qədər take profitləri müəyyən etmişik. Amma səhər saatlarına yəni 5 dollara enişlə yəni hələ ki kifayətlənə bilərsiniz. Keçək biz Bitcoin nə etdir? Bitcoin bildiyiniz kimi dünən biz alış əməliyyatları ilə yəni qeyd etdik, yəni 95.850'lərdə alış əməliyyatları dedik. Qiymət demək olar ki 98'ə də idi. Bu 98'dəki yadınızdasə biz bir neçə həftə, keçən həftə 91-ci hədəf 96 və 98'lər demişdik. Növbəti hədəf isə 103'lərdir. Bugün alışlar təbii ki yenə alışlar meyillidir və 96-900'lərdən alışlar 95.600'lərdən isə satışlardır. Keçək Ethereum-a. Ethereum-da dünən biz 3369'lardan alışlar dedi. 3402'lərə qədər qalxdı. Mükəmməl bir nəticə verdi. Bugün 3310'lardan alışlar, 3279'lardan ise satışlardır. Və gümüşə gəldi desə, dünən gümüşü 91.600'lərdən, 91.600'lərdən alışlar dedi və qiymət 93.500'lərə kimi qalxdı. Mükəmməl bir nəticə verdi. Bugün alışlar 89.200'lərdən, satışlar isə 86.500'lərdəndir. Və neftə gəldi də crude oil. Yadınızdadırsa biz həftənin əvvəlində crude oil'ın çox üzr istəyirəm, crude oil'ın 63'lərə enmə təhlükəsi haqqında danışdıq və dünən axşam bu baş verdi. Yəni inanılmaz, yəni 67'dən sürətli olaraq 63'ə qədər endi. Yəni dönüş nöqtəsi bugün 64-20'lərdir və bu yəni 64'lər isə satış nöqtəsi kimi. Yəni dönüş yəni həmin nöqtəyə dəyib 69 çox uzun 64, 20'lər 64, 15'lərə dəyib geri qayıtma ehtimalı var. Amma 64'dən aşağı formalaşsa satışlar olacaq. Alışlar isə 65'lərdəndir. Funtun olaraq rəqabətlə gəlirsə alışlar 1.34-600'lər, erkən alışlar 1.34-350'lər qısa müddətdə. Və satışlar isə 1.34-100'lərdən. Deməli, biz euro dolara gəldi isə 1.16-600'lər alışlar, 1.16-300'lər isə satışlardır və bugün yerli saatdan 11:00